İnsanın islah yolu bundan başlanır ki, ilk növbədə fikrinə hakim ola bilsin. Misal üçün mən istəyərdim bu Mozartdan misal gətirək, görək burada ilahi bir qüvvə rol oynayır, yoxsa Mozart öz belə deyək də əziyyətlərindən çatıbdır. Belə qısa tarix baxsaq Mozartın tarixinə, avtobiografiyasına da. Mozartın atası Leopold Mozart olubdur. Familiyasıdır, yəni Mozart ad deyil. Əsl adı Mozartın Wolfgangdır. Orada görürük ki, bu adam ortababat bəstəkarı idi, həm də pedaqoq idi. Pedaqoqluğundan da əlavə balaca uşaqlara musiqi öyrətməyə çox həvəsli idi. İndi bu Mozart Wolfgang deyək də, Wolfgang Mozart doğulanda bu 3 yaşından başlayır Mozartı musiqi öyrətməyə. Belə loruca desə, yəni döyə-döyə başlayır Mozart'ı oturtdurup piyanino öyrədir və Mozart artıq 11 yaşında konsert verməyə başlayır. Və burada maraqlısı odur ki, atası musiqini ərsəyə gətirməmişlər, amma orada nəsə düzəlişlər eləyirdi Mozart'ın belə deyək də qaralamasında. Və birinci bu uşaqlıqda verdiyi konsertdə kifayət qədər ortababat bir məsələ idi və maraqlısı odur ki, Mozart başqa dahi musiqiçilərdən də kompilə edib onu yazmışdı və sonra Mozart'ın məşhur birinci konserti tanınmışdı. Deyəsən 21 yaşında olur və hamı da alqışlayır, deyir bu dahidir, bu uşaq nədir? Biz də görürük ki, məsələn Mozart 3 yaşından başlayıb 21 yaşına qədər. Burada nə qədər 18 il bu adam gecə gündüzü qatıb, aləmi qatıb bir-birinə ki, musiqi öyrənsin də. İndi görək burada bir ilahi qüvvəmi, talantmı, bu genetikdirmi, yoxsa elə Mozart 18, həqiqətən də biz görürük ki, Mozart 18 il ömrün verib ki, gəlsin bir uğura çatsın. Və burada Mozartın məktublaşmaları var, bu tapıntılarda. Orada deyir ki, mən heç özüm də bilmirəm bunu necə eləyirəm, nə bilim, belə deyək də, bir növ yuxu kimi trans olur və s. Amma biz burada görürük ki, Mozart məncə özünü alladır. Çünki Mozart 18 ilin verib. Sənin də misalların var bu barədə?